Salam, hər vaxtınız xeyirli olsun, hörmətli müəllimlər. MİQ və sertifikasiya istiqamətli videolarımız davam edir və xüsusilə qeyd etmək istəyirəm ki, bu videolar ödənişli videolardan, dərslərdən belə daha faydalıdır. Ona görə də çox diqqətlə dinləyin. Çünki birbaşa imtahanda istifadə oluna biləcək mövzulara toxunuruq biz. Bugün isə danışırıq anlama və təhlilin fərqlərindən. Müəllimlər, buradakı çətinliyiniz nədir, mən sizə deyim. Siz ilk növbədə anlamalısınız Bloom taksonomiyasında, yəni idrak taksonomiyasında olan mərhələlərin niyə var olduğunu. Yoxsa biz səhti formada anlama, təhlili fərqləndirmək istəsək, bu əzbərə gedəcək. Biz ilk növbədə bilməliyik ki, idrak taksonomiyası mövzusu niyə var? Mən deyim, idrak taksonomiyası təlim prosesinin ən önəmli hissəsidir. Çünki müəllim şagirdlərə tapşırıq ünvanlayarkən, bilik, bacarıq formalaşdırarkən bu 6 mərhələni xatırlama, anlama, tətbiq, təhlil, dəyərləndirmə və yaratmaq mərhələlərini formalaşdırmağa çalışır. Təbii ki, müəllimin tapşırığının mərhələsindən, səviyyəsindən asılı olaraq bu mərhələləri biz fərqləndiririk. Məsələn, əgər müəllim bir şagirdə deyirsə ki, ismin hallarını sadala, demək onun yaddaşını yoxlamaq istəyir, görək adları yadında qalıbmı? Yəni müəllimin məqsədi budur. Bəs anlama təhlili necədir? Biz ilk növbədə bilməliyik ki, anlama aşağı təfəkkür səviyyəsinə aiddir. Yəni tapşırıq daha sadə olmalıdır. Şagirdin nə isə izah etməsi, ona nümunə göstərə bilməsi, müəyyən çox da mürəkkəb olmayan oxşar fərqli cəhətlərin müəyyən olunması. Bax, bu hallar anlamaya aiddir. Fənlər üzrə 1-2 nümunə biz qeyd etməyə çalışmışıq. İndi mən onları sizin diqqətinə çatdıracağam. Demək, tarix fənnindən bağlı belə bir situasiya var, daha doğrusu tapşırıq var. Birinci Dünya müharibəsinin başlanmasına səbəb olan amillərin mahiyyətini izah edin. Baxın, müəllimlər, çox sadə bir tapşırıqdır. Müəllim şagirdlərə ünvanlayıb. Bu müharibənin başlamasına səbəb olan amillər var. Şagird də onun mahiyyətini izah edəcək və yaxud nümunə göstərəcək. Bu anlamadır. İndi baxaq bunun təhlillə bağlı tapşırığına. Birinci Dünya müharibəsinin başlanmasına təsir göstərən amillər arasında əlaqə quraraq, hansının hadisələrin gedişinə daha çox təsir etdiyini əsaslandırın. Baxın, müəllimlər, gördüyünüz kimi artıq burada deməli amillər arasında əlaqə qurmalıyıq, daha çox təsir gücü olanı müəyyənləşdirməliyik. Burada əsaslandırın yerinə izah edin ola bilər, müəyyənləşdirin ola bilər, amma tapşırığın içində şagird bu amillər arasında əlaqə qurur, onun daha çox təsir etdiyi amili müəyyənləşdirir və s. Yəni tapşırığın mürəkkəbliyi müəllimlər genişdir. Mən baxmışam, sınaq imtahanına da baxmışam, sertifikasiyada. Görürəm ki, həqiqətən də aydın açıqdır mərhələnin fərqi. Əgər bir müəllim öz fənnini bilirsə, o bilir ki, bu sadə tapşırıqdır. Məsələn, burada şagird sadəcə deməli amillərin səbəbini, mahiyyətini izah edir. Amma artıq onlar arasında əlaqə quracaqsa, bu olacaq təhlil etmə. Növbəti texnologiya fənnindən bağlı bir deməli tapşırığa baxaq. Qələm qabının hazırlanması mərhələlərini ardıcıllıqla izah edin. Sadə bir tapşırıqdır, amma izah etmə var deyə, nümunə göstərmə var deyə, müəyyənləşdirmə olanda, misal çəkimi olanda, deməli bu anlama mərhələsinə gedəcək. Amma təhlillə bağlı necədir? Ona diqqət edək. Qələm qabının hazırlanması prosesində istifadə olunan material və alətlərin seçiminin son məhsulun keyfiyyətinə necə təsir etdiyini əsaslandırın. Baxın, müəllimlər, gördüyünüz kimi tapşırıq mürəkkəbləşdi. Mən burada həmən o qələm qabının hazırlanması prosesində istifadə olunan material və alət seçiminin son məhsula, onun keyfiyyətinə necə təsir etdiyini araşdırmalıyam. Bunun üçün mənə artıq təhlil lazım olacaq. Sonda bir haşiyə də çıxacam bu əsaslandırma ilə bağlı. Növbəti fənnimizə baxaq, fiziki tərbiyə fənninə baxaq. Deməli, anlama mərhələsində belə bir tapşırıqdır. Qaçışdan əvvəl yerinə yetirilən isinmə hərəkətlərini təsvir edin və onların məqsədini izah edin. Deməli, isinmə hərəkətlərini təsvir edəcəm, yəni göstərəcəm və yaxud da ki, onların məqsədini izah edəcəm. Sadə bir tapşırıqdır, anlama mərhələsinə gedəcək. İndi baxaq təhlil mərhələsinə. İsinmə hərəkətlərinin yerinə yetirilməməsinin idmançının fiziki fəaliyyətinə və zədələnmə riskinə necə təsir göstərə biləcəyini
əsaslandırın. Burada da baxın, yenə də biz daha mürəkkəb bir tapşırığa keçid elədik. Şagird isinmə hərəkətləri yerinə yetirilmədiyi təqdirdə onun idmançının fiziki fəaliyyətinə və zədələnmə riskinə necə təsir göstərə biləcəyini əsaslandırmalıdır və təbii ki, baxırıq ki, burada onun öz fikri olmayacaq. Burada hər hansı bir faktlardan, nümunələrdən çıxış eləyəcək. Bu isə təhlildir. Yəni, istər-istəməz müəllimlər sertifikasiya imtahanında olsun və yaxud da MIQ imtahanında olsun, fənniniz üzrə siz tapşırığın mürəkkəbliyini görəcəksiniz. Sadə bir məqam var. Bunda fənninizlə bağlı mövzudur, bilirsiniz. Sadəcə şagird onun mahiyyətini izah eləyirsə, deməli bu anlamadır. Yox, orada əlaqə qurmalıdırsa, daha çox təsir edəni əsaslandırmalıdırsa və s. məqamlara belə deyək, keçid eləməlidirsə, deməli bu təhlil mərhələsi olacaq. İndi danışmaq istəyirəm bu əsaslandırmaqla bağlı. Əsaslandırmaq feili həm dəyərləndirmə mərhələsində, həm də anlama mərhələsində, üzr istəyirəm, həm də təhlil mərhələsində istifadə olunur. Bunlar arasında da fərq var. Məsələn, mən niyə bu suallardan birini götürüm, elə son isinmə hərəkətindən bağlı sualı götürüm? İsinmə hərəkətlərinin yerinə yetirilməməsinin idmançının fiziki fəaliyyətinə və zədələnmə riskinə necə təsir göstərə biləcəyini əsaslandırın. Baxın, müəllimlər, burada təhlil mərhələsidir. Niyə? Çünki burada mənim xüsusi olaraq fikrimi istəmir. Sadəcə mənə deyir ki, isinmə hərəkətini yerinə yetirə bilməyəndə bu idmançının fiziki fəaliyyətinə və zədələnmə riskinə necə təsir göstərir? Sualı oxuyanda görürəm ki, məndən öz fikrimi istəmir. Konkret öyrəndiyim məqamlarla, elmi məqamlarla bağlı faktlarla deməli məndən əsaslandırma istəyir, bu təhlil mərhələsinə yönəlir. Amma mənə desə ki, isinmə hərəkətlərini yerinə yetirə bilməyəndə idmançının zədələnməsinə öz fikrini əsaslandır və yaxud da fikrinizi əsaslandırın. Baxın, fikrinizi. Yəni, mənim öz fikrimi istəyir. Mənim nəyin necə, nəyə təsir etdiyini əsaslandırmamı istəmir. Məndən öz fikrimi istəyirsə, onu əsaslandırmağımı istəyirsə, bu dəyərləndirmə mərhələsi olacaq.